Cruise.az-ın dəyərli dostları, müştəriləri, Costa Fortuna gəmisində 9228 nömrəli daxili kayuta, kompakt bir daxili kayutadır, 2 nəfərlikdir. Burada 3-cü və 4-cü şəxslərin qalmağı mümkün deyil. Deməli, digər gəmilərdə də olduğu kimi bu şəkildə bir kompakt, amma otağın içində digər ləvazimatların, telefonun, televizorun, seyfin, fenin olması labüddür və var. Ona görə də hər hansı bir havalandırma sistemi kifayət qədər yaxşı işləyir və hiss olunur. Otaqda havalandırmanın həyata keçdiyi hiss olunur. Və bu şəkildə və əlbəttə ki, qardirob və xilas edici jiletlərin, asılqanlar və eləcə də toplaşma məntəqəsi və bu şəkildə xilas edicilərin olduğu və vanna otağı genişdir, çox deyil, amma bu gəmiyə görə və daxili otaq üçün kifayət qədər fərah və normal ölçüdə olan vanna otağı. Bax belə.